Salam dəyərli abituriyentlər və abituriyent olmağa hazırlaşan müdavimlər. Bugün 24 may 2026-cı il qəbula, ikinci qrup qəbuluna düşmüş bir sualın həllinə baxacağıq sizinlə. Uşaqlardan bir neçə mesaj gəldi ki, müəllim, bu sual çox çətin idi, bu sualın həllini heç cür tapa bilmədik, fərqli yolla həll olunur, ya keçməmişik, hətta bu kimi fikirlər gəldi. Bu videonu çəkməkdən məqsədim uşaqlara əslində sual çətin yox, yanaşma tərzimizin mürəkkəb olmasıdır. Görəcək ki, sual sən demə çox sadə və asan sual imiş və asan da həll olunurmuş. Baxaq, demək vaxt almamaq üçün mən artıq sualın şəklini əvvəlcədən çəkmişəm. Bizdə ABC üçbucağını verib və B iti bucaq təpəsindən BD medianını çəkmişdir. AB-nin uzunluğu 2 cm, BC-nin uzunluğu 2 kökəltdə 2-dir və CBD-ni 30 dərəcə verib bizdən alfanın qiymətini soruşur. Dəyərli izləyicilər, ilk öncə ən asan bildiyim metoddan yazacağım. Bilirik ki, median sahələri bərabər nisbətdə bölür. Yəni bərabər hissəyə bölür. Bura S-dirsə, buranın da sahəsi S olacaq. Yaxşı, bəs biz sahəni necə tapırdıq? Üçbucağın sahəsi iki tərəf və bu tərəf arasındakı bucağın sinüs alfasına bərabər deyildimi? O zaman mən bu BD tərəfinə bir dənə X desəm, bax, bu birinci sahə, yəni S bərabər olacaq. Belə yazımda S1 olsun, burada S2 olsun və başda da bilirik ki, S1 bərabərdir S2-yə. Çünki medianın əmələ gətirdiyi sahələrdir. Yaxşı, S1-in necə tapacam? Tapacam mı? 2-də 1 AB, yəni yan tərəfləri 2 vuraq X, vuraq arasındakı bucağın sinüs alfası, yəni sinüs alfa. Bəs S2 nəyə bərabərdir? S2 də bərabərdir, yenə 2-də 1 AB-nin yerində 2 kökəltdə 2 vuraq X, vuraq sinüs 30-dur. Bu 2 ilə bu 2 ixtisar edəcək, bu 2 ilə bu 2 ixtisar edəcək. Deməli, S1-in yerində qaldı. S1 bərabər oldu 2 sinüs alfa. Aha. S2 bərabər oldu. S2 bərabər oldu. Kök altda 2. X sinüs 30-da da alır. 2-də 1. Belə bir cavab alır. Sonra nə edirik yoldaşlar? Və bu S1 S2-yə bərabər olduğundan bunlar bir-birinə bərabər olacaq. Buradan X-lər ixtisar edəcək. Alındı ki, sinüs X bərabər oldu. Kök altda 2 bölək 2. Sinüs X kök altda 2 bölək 2-ni hansı bucaqda alırdı? 45-də alırdı, elə deyilmi? Yəni X bərabər olacaq 45-ə. X-i buradan tapırıq. Onda X yox. Hə, sinüs X-i burada. Sinüs X-i alfa ilə işarələmişdim. Eybi yox. Hardadır alfa? Buradan keçmişəm də. Deməli, bunlar sinüs alfadır. Sinüs alfa. Və alfa bərabər oldu 45-ə. Alfanın 45 olduğunu tapdım. Buradan gətirib yerinə yazacağım. Onda bizdən ABC bucağı deyəndə bu tam bucaq nəzərdə tutulurmu? Yəni 30 üzərinə gələk 45 bərabər olacaq 75-ə. Misalın həlli bundan ibarət idi. Bu sahələrdən çıxan həlli idi. Başqa bir yol var uşaqlar. Misala bir dənə baxın dəqiq. Çünki başqa şəklə keçəcəm. Orada misal artıq görünməyəcək. Başqa bir yol isə qurma ilə gəlir. Baxaq bunu necə yazacağam. Baxın. Eyni həmin şəkli aşağıda da bir hissədə çəkmişəm. Dəyərli yoldaşlar, buradan bu D nöqtəsi median demək D nöqtəsi median olduğuna görə, tərəfin ortasını birləşdirdiyinə görə oturacağa belə bir paralel düz xətt çəksəm, bu orta xətt olacaq. Elə deyilmi? Çünki bu tərəfi yarıya bölürsə, bu tərəfi də yarıya böləcək və olacaq orta xətt. Orta xətt paralel çəkildiyi tərəfin yarısına bərabərdir. Bura 2 kökəltdə 2-dirsə, bura kökəltdə 2 düşəcək. Bəs digər nə bilirəm? Digər bilirəm ki, bu hissənin uzunluğu 2-dirsə, orta xətt bunu 1-1-ə böləcək, düzdür? Bundan sonra cavab artıq alınmış olacaq. Burada bir də
Z bucağı alınır. Bax, belə bir Z bucağı alınır. Alfa, alfa. Z bucaqları alındı. Deməli, bura 30 dərəcədirsə avtomatik, burada 30 dərəcə olur. Bəs o 30 dərəcədən mən necə istifadə edəcəm? Bax, bura deyək bir dənə F nöqtəsi yazıram. Buradan F-dən bir dənə hündürlük çəkirəm. F-dən bir dənə nə çəkim? Deyək, FH hündürlüyü çəkim. Dəyərli yoldaşlar, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdirmi? Deməli, buraya kök altda 2 bölək 2-yə bərabər olur. Olur. Bax, demək 3 bucaq B FH 3 bucağında bir dənə düz bucaqlı 3 bucaq alındı, elə deyilmi? Orada Pifagoru qura bilərəmmi? Bax, burada bir dənə x desəm, yəni BH-a bir dənə x desəm, o zaman 1-in kvadratı bərabərdir x-in kvadratı üzərinə gələk kök altda 2 bölək 2-nin mötərizə kvadratı. Buradan yazacağım ki, x kvadratı bərabər olacaq 1-dən çıxacam bunun kvadratını, bunun kvadratı eləyəcək 4-də 2, yəni cavab 4-də 2 alınacaq. Yenə kök alsam, x bərabər olacaq kök altda 2 bölək 2. Tapdım ki, dəyərli yoldaşlar, x-in qiyməti də kök altda 2 bölək 2 imiş. Burada demək, bir dənə bərabər yanlı düz bucaqlı üst bucaq alınır. Bərabər yanlı alındığına görə iti bucaq 45 dərəcə olacaq. Deməli, avtomatik alfanı da 45 tapıram. Məndən yenə B bucağını tam soruşmuşdu. Tam olaraq da bunların cəmi neçə olacaq? Cəm olacaq 75. Dəyərli yoldaşlar, hələ bir kosinuslar teoremi ilə də misalın həlli var. Bu üçü ağlıma gəldi. Başqası da varmı ya yox deyə bilmərəm. Gördünüz, əslində sual sadə sual imiş. Sadəcə yanaşma tərzimiz mürəkkəbdir. İzlədiyinizə görə sağ olun. Təşəkkürlər.